Salam, hər vaxtınız xeyirli olsun. Əkinçidən başlayan mətbuatımız uzun bir tarix keçib. Bu nə çox nə az düz 150 illik bir tarixdir və bu il mətbuatımızın 150 illiyi qeyd olunacaq. Bugün Xalq qəzetinin müsahibi, Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsinin Beynəlxalq Jurnalistika və İnformasiya Siyasəti kafedrasının professoru Həmid müəllim Vəliyevdir. Həmid müəllim, əvvəla xoş gəlmisiniz. Təşəkkür. Siz mənim də müəllimim olmusunuz və belə desək, Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsini bitirən tələbələrin üzərində böyük bir əməyiniz var və həmçinin xidmətiniz var. Özünüzü necə hiss edirsiniz? Özümü normal hiss edirəm, deməzdim ki, pis, amma yaxşı hiss edirəm. Niyə görə? Ən əvvəl, bilirsiniz nə cürdür? Hər bir yubiley, o cümlədən də Əkinçi qəzetinin 150 illiyi, müəyyən dərəcədə əkinçi ilə bağlı olan, əkinçi məsələsi ilə ortaq olan insanlar üçün də bir müəyyən qədər hesabatdır. Və mən ətrafa baxıram ki, mən məsələn Əkinçi qəzetindən çox sonra dünyaya gəlmiş bir adam, bu günlər 85 yaşında olan bir insan, bir jurnalist, nə iş görmüşdür indiyə qədər jurnalistika ilə bağlı? Maraqlıdır, nə iş görmüşdür? Nə iş görmüşdür? Və mən belə hesab edirəm ki, xeyli iş görmüşəm. Xeyli iş görmüşəm. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, mən həmişə çalışmışam ki, tədris elədiyim fən mütləq dərsliklə müşayiət olunsun. Və yaxud da dərs vəsaiti ilə müşayiət olunsun. Bilirsiniz, bu Jurnalistika Fakültəsində ən çətin ixtisas fənləri arasında xarici ölkələrin jurnalistikası tarixidir. Və bu jurnalistika tarixinin, xarici ölkələrin jurnalistikası tarixinin dərsliyini yazmaq ağır bir yükün altına girmək deməkdir. Çox ağır yükün. Çünki burada çox amillər var. Dilləri biləsən gərək. Lap azı rus dilini mükəmməl biləsən. Çünki heç kimə gizli deyildir ki, rus dilində yazılan dərsliklər düzdür, Marksizm-Leninizm ideologiya əsaslansa da yenə də Sovet dövründə mən nəzərdə tuturam. Yenə də mükəmməl dərsliklərdir, dərs vəsaitləridir. Mən də həmişə çalışmışam ki, bunlardan bəhrələnim. Mən Türk mətbuatı tarixindən də bəhrələnməyə çalışmışam və mən xarici ölkələrin jurnalistikası tarixini yazarkən qarşıma 3 məqsəd qoymuşdum. Birinci məqsəd budur ki, xarici ölkələrin mətbuat tarixində İslam dininə münasibət necədir? İslam dininə. İkincisi, Türk dünyasına münasibət necədir? Üçüncü isə Azərbaycançılıq mövzusu dünya jurnalistikasında necə işıqlandırılır? Bu məsələlər mənə çox maraqlı gəlib və çalışmışam ki, həmişə yeri gələndə bu məsələlərə toxunam. Mən indi xarici ölkələrin jurnalistikası tarixini geniş vərəqləmək istəmirəm. Lakin maraqlı məqamlar var. Maraqlı məqamlar var. Onları de Balzac deyilən bir yazıcı olubdur, çox böyük. Həm də onun jurnalistikası əvəzsiz jurnalistikadır. Onun bir monoqrafiyası var, Fransa mətbuatı ilə bağlı və o bir məsələni qarşısına qoyub, Fransa jurnalistikası ilə Böyük Britaniya jurnalistikasını araşdırıb və nəticəyə gəlib. Fransız jurnalisti ən əvvəl jurnalistdir, sonra isə fransızdır. Yəni nə deməkdir? Bunun qarşısına nə çıxırsa, hamısını işıqlandırmağa çalışır. Ölkənin ziyanına oldu, ölkənin mənafeyinin əleyhinə oldu, ölkəni dilə-çiçə saldı.
ona əhəmiyyət vermədin. Deyir ki, fransız jurnalisti həmin məsələləri mətbuat səhifəsinə çıxarır. Amma Böyük Britaniya jurnalisti, yəni İngilis jurnalisti belə deyil. O vətəndaşdır. O ölçür, biçir əlinə çıxan informasiyanı, əgər ölkənin ziyanınadırsa, Böyük Britaniyanın əleyhinədirsə, onlar qəzet səhifəsində işığınızı görə bilməz. Yəni biz də, mənim də demək istədiyim, yəqin ki, siz də o vaxtlar hiss elədiniz, mənim də demək istədiyim ki, Azərbaycan jurnalisti ən əvvəl Azərbaycanlı olmalıdır, sonra jurnalist olmalıdır. Çünki bizim ətrafımızda o qədər düşmənlər var ki, o qədər o xoş günümüzü istəməyənlər var ki, onların hamısına biz jurnalistlər lazımi səviyyədə cavab verməyi bacarmalıyıq. Mən elə bilirəm ki, bizim Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirənlər və şəxsən mənim mühazirəmi dinləyənlər beləcə də tərbiyə olunurlar. Beləcə də tərbiyə olunurlar. Çünki mən çox vaxt izləyirəm. O vacib məsələdir ki, bizim məzunlarımız hardadılar və nə işlə məşğuldurlar. Onu gərək mütləq araşdıraq, baxaq, görək. Bizim məzunlarımız yaxşı yerlərdə işləyir. Bizim jurnalistikanın əsasını 75-ci il, 75-ci ildən sonra götürürlər. Əkinçidən başlayan jurnalistikamız 150 il keçib. 150 il böyük bir vaxt. Ümumiyyətlə, Azərbaycan jurnalistikasında bu 150 ildə spesifik olaraq nələr dəyişdi? Nələr diqqətinizdədir? Mən sizə deyim ki, şübhəsiz ki, Əkinçi qəzetinin nəşrə başlaması və bizim də mətbuat tariximizi oradan başlamağımız beynəlxalq miqyaslı böyük hadisədir. Onun əks sədası böyük miqyasda yayılmışdı. Məsələn, Böyük Britaniyada bilirdilər ki, Bakıda Əkinçi adlı qəzet çıxır. Özü də kimlər bilirdi? Bir var, Böyük Britaniyada çıxan yüzlərlə qəzet olsun. Bir də var ki, bütün dünyada məşhur olan İngilis dilli qəzetlər arasında bəlkə də birinci yeri tutan Times qəzeti olsun. Times qəzetinin tarixi böyükdür. Jurnalistika tarixinə bələd olanlar, xarici ölkələrin jurnalistika tarixinə bələd olanlar bilirlər ki, həmin qəzetin əsası 1785-ci ildə qoyulub. John Walter tərəfindən. Bunlar ailədirlər və ailə bu qəzeti bugünə qədər yaşadır. Bugün də dünyanın ən qüdrətli, ən nüfuzlu mətbuat orqanı, İngilis dilli mətbuat orqanı Times qəzetidir. İndi Times hara, Əkinçi hara? Mən bu fikri deyəndən sonra bir məsələyə qayıtmaq istəyirəm. Bəli. Azərbaycan mətbuatı tarixinin öyrənilməsində Əkinçi qəzetinin tarixinin öyrənilməsi çox mühüm yer tutur. Çoxlu əsərlər yazılıbdır, çoxlu məqalələr yazılıb, kitablar yazılıb və ilaxır və s. yazılıb. Məqalələrdə, kitablarda indiyədək toxunulmamış bir sıra məsələlər var. Əkinçi qəzeti mən deməzdim ki, böyük bir okeandır. Hər halda Azərbaycan mətbuatı tarixinin əvvəli olduğuna görə mən deyərdim ki, bir dəryadır. Və bu dəryaya biz həmişə baş vurmalıyıq. Öyrənməliyik ki, nəyə toxunmuşuq, indiyənə qədər nəyə toxunmamışıq. Beynəlxalq məsələlərlə bağlı materiallara demək olar ki, heç kim toxunmayıb. Halbuki beynəlxalq məsələləri Əkinçi qədər həssas, Əkinçi qədər dəqiq, Əkinçi qədər ehtiyatlı işıqlandıran bir qəzet orqanı olmayıb. Məsələn, bir şey deyək də, bu Times'dan danışaq. Əkinçinin səhifələrində Times qəzeti haqqında gözəl materiallar var.
Hatta yazır ki materialların içerisinde belə məqamlar var ki, Əkinçi qəzeti Böyük Britaniyanın çox nüfuzlu mətbuat orqanlarından biridir. Hətta bəzən elə olur ki, gündə 2 dəfə çıxır. Onun tirajı milyon nüsxədən çoxdur. Həsən bəy Zərdabi deyir ki, biz isə cəmi 200-300 nüsxəyə möhtacıq. Zərdabi demokratik ruhlu, yeni dünya görüşlü insan idi. Mən bir məsələyə toxunmaq istəyirəm. 150 il ərzində biz çox böyük tədqiqat işləri apara bilərdik. Və Azərbaycan mətbuatı tarixi ilə bağlı çoxlu kitablar yaza bilərdik. Və o kitablardan hamısına əlavə bircə şey yaza bilərdik. Azərbaycan mətbuatı tarixinin gözəl bir dərsliyini yazardıq. Çünki siz tələbə kimi, siz də keçirsiniz Azərbaycan mətbuatı tarixini. Amma dərslik var, o dərslik deyil. Xalq qəzetinin əvvəlki adı Kommunist olan zamanı Nərman Zeynalov Kənd Təsərrüfatı şöbəsinin müdiri işləyirdi. Dosent idi, bizə də dərs deyirdi 60-cı illərdə. Və onun dediyi məsələlərlə bağlı onun 2 kitabçası var. Azərbaycan mətbuatı tarixi nazik kitabçalardır. Hərəsi 200 çap listi həcmində, 2 cildlik. Amma mən elə bilirəm ki, o dövr üçün o yaxşı idi. Amma bir məsələ var ki, o dövr üçün o yaxşı idi. Bu dövr üçün isə o heç nəyə yaramır. Nəyə görə yaramır? Çünki o zaman ideologiya, Marksizm-Leninizm ideologiyası vardı və bu əsas götürülürdü. Bunun əsasında da dərslik yazılırdı və biz Marksizm-Leninizmə sədaqət aşlayırdıq. Amma bu günlər elə deyil. Bu günlər tamamilə başqadır. Milli ruh, mənəvi dəyər əsas götürülür. Və çox təəssüf ki, belə bir kitab var. Yəni, təəssüf deyəndə biraz başqa cür çıxmasın. Çox gözəl ki, var əksinə. Amma çox təəssüf ki, bunu mətbuat tarixi ilə bağlı olan bilavasitə adam yox, Şərq qəzetinin baş redaktoru Akif Aşırlı yazdı. Mətbuat tarixi, Azərbaycan mətbuat tarixi 2 cildlik qəşəng bir kitab yazdı. Yeni ruhda yazdı. Bugünün tələbləri əsasında yazdı. Amma orada da bəzi məqamlar var ki, onlara biz indiki günün, bugünkü günün tələbləri əsasında yanaşmalıyıq. Jurnalistlərin, tədqiqatçılarının ən böyük nöqsanı ondan ibarətdir ki, biz bu və digər mətbuat orqanına yanaşırıq, başqa mətbuat orqanlarını yaddan çıxarırıq. Məsələn, belə deyək, Əkinçi bu günləri iyulun 22-sində bu il biz onun 150 ilini qeyd edəcəyik. Böyük hadisədir, böyük jubileydir və biz sevinməliyik ki, bizim mətbuat tariximizin 150 yaşı var. Amma Cəlil Məmmədquluzadənin yaratdığı Molla Nəsrəddin jurnalı dünyaca məşhur olan bir satirik jurnal olub. Çox güclü jurnal olub. Hətta bəzən görürsən ki, deyirlər ki, sual verirlər. Şəxsən mənim özüm də sual verirəm. Əgər Cəlil Məmmədquluzadə Bakıda yaşasaydı, Molla Nəsrəddin jurnalı nəşr edə bilərdimi? Mən deyirəm, yox. Niyə? Çünki Molla Nəsrəddin jurnalında elə məsələlər qoyulur ki, onu Bakı mühitində həyata keçirmək, reallaşdırmaq mümkün deyil. Dinlə bağlı olan məsələlər var, filan var. Amma orada gürcülər arasında bu mümkün idi. Və hətta onun o karikaturasında yetişdirilən 2 məşhur rəssam var. Schmerling, bir də Rotter. Bunların hər ikisi Cəlil Məmmədquluzadənin yetişdirdiyi rəssamlardır. Özü də
bilirsən, milli ruhda yetişdirilən çünki bilirsən, şəkil çəkmək, karikatur çəkmək olar, lakin milli əlamətləri hər adam başarmaz. Şümerliklə bu dediyim ikincisi, bunlar bacardılar, çünki Cəlil Məmmədquluzadə bunlara elə istiqamət verə bilirdi. Belə bilirdi və onlar da öz məsələlərinə can başla yanaşırdılar. Çox güclü rəssamlar idi. Molla Nəsrəddindəki karikaturalar demək olar ki, o dövrün satirik jurnalları arasında, o cümlədən məsələn belə deyək ki, Gürcüstanda o zaman Tiflisdə o dövrdə Matrax jurnalı çıxırdı. Matrax qamçı deməkdir. Sonra Eşmaqi şeytan deməkdir. Şeytan adlı jurnal çıxırdı. Çox maraqlı jurnallar idi. Bunlar satirik jurnallar idi, Gürcü dilində. Amma Molla Nəsrəddinin karikaturalarına çatmırdı. Çünki Molla Nəsrəddin o ruh verəni Cəlil Məmmədquluzadə bütün başdan ayağa satirik bir bütöv idi. Biz dərsliyi yazarkən təkcə başında çıxan mətbuat orqanlarını yox, Azərbaycanla bağlı olan nə mətbuat orqanı vardı, hamısını bu günlər biz təəssüf hissi ilə deyirik ki, Ermənistanda nə qədər qəzet çıxırdı vaxtı ilə. Rayon qəzetləri vardı, sonra Sovet Ermənistanı qəzeti vardı, sonra ondan əlavə də Ədəbi Ermənistan adlı almanaq buraxılırdı. Bunların hamısı məhv oldu, getdi. Bu günlər o Qərbi Azərbaycan qrupu var ha. Onlar çətinlik çəkirlər oranın mətbuatı haqqında nəsə yazmaqda. Halbuki onları işləmək lazım idi. Gürcüstan da həmçinin. Gürcüstanda mətbuat orqanlarının əsası qoyulub. Gürcüstanda 1832-ci ildə Tiflis Əxbarı qəzeti çıxıb. Yəni biz oradan başlamalıydıq Azərbaycan mətbuatı tarixini. Nə olsa Tiflis şəhəri idi. Tiflis o zaman Zakavkazya'nın inzibati mərkəzi idi. Və biz bu günlər qayıdıb Tiflis Əxbarına baxmalıydıq və ondan sonra çıxıbdı Tiflisin Qafqazın bu tərəfindən xəbərləri. Rəsmi qəzet idi. Rəsmi qəzet idi. Nə idisə mənim dilimdə danışırdı. Azərbaycan dilində danışırdı. Bu qəzetin tipi barəsində bir dənə söz deyən olmayıb. Əkinci qəzeti fərdi jurnalistikanın gözəl nümunəsidir. Fərdi jurnalistika. Ona deyirlər individual jurnalistika. Biz jurnalistika ilə belə vasitə məşğul oluruq. Biz lap ölən yeri ədəbiyyatla məşğul oluruq. Ədəbiyyatla jurnalistika çox fərqli şeylərdir. Amma müəllim, bir şey deyim, əvvəllər məsələn bu problemləri, cəmiyyətin problemini ədəbiyyatçılar deyildi, şairlər, yazıçılar deyildi. Məsələn, olsun Əkinçinin səhifələri, eləcə də Füyuzatın səhifələri olsun, həmçinin Molla Nəsrəddin jurnalının səhifələri olsun, onlar yazıçılar yazırdı. Sonra həmçinin filologiyanın tərkibində oldu jurnalistika və sonra müstəqil fakültə oldu. Bəs indi təhsil bu şəkildə gəldi. Müasir təhsil necə? Sizi qane edirmi jurnalist təhsili? Təhsil ümumiyyətlə ağır vəziyyətdədir. Təkcə jurnalistika yox. Qabiliyyət imtahanı məsələsinə bir daha qayıtmaq lazımdır. Özdə qabiliyyət imtahanı... Təkcə yazı qabiliyyətini, imtahanı məsələsi formal xarakter daşımamalıdır. Onu belə deyim ki, haradasa mən çap olunmuşam, gəlmişəm, deyirəm ki, belə-belə. Sonra da bir dənə esse yazdırırlar onu. Ümumiyyətlə, esse jurnalistikadır mı? Esse jurnalistika deyil, əlbəttə. Sizdə necə olmalı qabiliyyət imtahanı? Jurnalistika qəbulcət keçirilməlidir? Xüsusi olaraq komissiya olmalıdır. Komissiya o adamların hamısını bir yerə yığmalıdır və onları o komissiyanın qarşısında necə bir dövlət imtahanı kimi özünün biliyini nümayiş etdirməlidir. Məsələn, belə deyək ki, xaricdə jurnalistika təhsili belədir. Məsələn, Fransada belə bir yerdə. Məsələn, birdən-birə jurnalistikaya qəbuldur. Birdən 500 nəfər adam iş verir. Bunun 500 nəfərini də qəbul eləyirlər. Axırda cəmi cümlətəni 8 nəfər adam diplom alır.
Yəni qəbul olma bitirə bilmir. Özünü Çünki tapa bilmir orada. tələbkarlıq getdikcə yüksəlir, tələbkarlıq. Axırda 8 nəfər cəmi cümlədən. Amma bizdə belədir. İndi bu saatca əvvəllər Sovet dövründə belə idi ki, 2 nəfər, 2 fəndən borcun olanda səni universitetdən qovurdular, ləğv eləməsən vaxtında. Amma indi 10 il gediylə qayıtgər təzdən bərpa olun. Diplom almaq. Ona görə də jurnalistika sahəsində parlayan adamlar azdır. Məsələn, belə deyək ki, siz jurnalistkanlar, mən təkcə zondan getmir söhbət, ümumiyyətlə, elə jurnalistlərimiz var ki, onlar heç mətbəəni bilmirlər nə olan şeydir. Onlar bir kompüterdə nəyisə axtarıb tapa bilərlər. Amma kompüterdə nəyisə axtarıb tapmaq hələ jurnalistika demək deyil axı. Ümumiyyət Əhməd müəllim, belə deyək, öz sahəsində uğur qazanmayanlar üçün də jurnalistika bir növ qucaq açıb, qapı olub. Yəni, bu gün Azərbaycan mətbuatında ixtisası jurnalist olmayan fərqli sahələrin adamları gəlib doluşublar, elədir. Çalışılır. Ümumiyyətlə, belə deyək, biz həm də jurnalistikanı elm səviyyəsində də inkişaf elətdirə bilməmişik. Sadəcə sənət kimi inkişaf eləyib. Problemlər nələrdir? Məsələ belədir ki, xarici ölkələrdə də məsələn, jurnalistikanı bitirməyən adamlar jurnalistika sahəsində işləyirlər. Məsələn, Amerika Birləşmiş Ştatlarının bir məşhur agentliyi var, vaxtilə Dünya İnformasiya Agentlikləri sırasına daxil idi. United Press International. Bunun işçilərinin təxminən, mən deməzdim ki, əsas işçilərin təxminən 60-70% jurnalist olmayanlardır. Amma bunlar jurnalistikanı o işlədiyi dövrdə o qədər mükəmməl mənimsəyirlər ki, heç jurnalistikadan fərqlənmirlər əsr jurnalistlərdən. Bizdə elə deyil axı. Biz yerləşdik və səlam, yerləşdik onu üzərimizdə işləmirik, çalışmırıq, falan eləmirik. Ona görə də indi belə deyə əvvəlki kimi deyil ki, nəsə maliyyələşdirmə dövlət tərəfindən maliyyələşdirmirlər. İndi sizin Xalq qəzetində indi siz reklamdan falandan gəlir götürməsəniz, sizin işiniz çox mürəkkəb olar, çətin olar. Halbuki reklamdan indi sadəcə hər şey qazanc götürülür. Mən nə istərdim indi? Dedim bayaqlar bir şey dedim ki, yubiley hesabatdır. Bizim jurnalistika ilə bağlı olan adamlarımız, jurnalist təhsili ilə bağlı olan adamlarımız və jurnalistika sahəsinə tədqiqat işləri aparan adamlarımız özlərinə hesabat verməlidirlər. Dərsliyi ortaya qoymaq lazımdır. Azərbaycan jurnalistikası tarixini ortaya qoymaq lazımdır. Gürcüstanda, dedim bayaqlar, Gürcüstanda başlayıbdır bizim bu jurnalistikanın tarixi 1832-ci ildən. Ondan sonra neçə qəzetlər çıxıbdı və hətta bizim ilk satirik jurnalımız da orada çıxıbdı. Sonra Sovet dövründə gözəl qəzetlər vardı, Yeni Fikir qəzeti vardı. Biz bir şeyi, məsələn, indiyənə qədər biz o barədə heç demək olar ki, yazmırıq. Bizdə Gürcüstan jurnalistikasının, Azərbaycan jurnalistikası, Gürcüstanda Azərbaycan jurnalistikasının tarixi ayrıca öyrənilməlidir. Ayrıca. Niyə görə? Çünki bazadır orada, hər şey var və biz onlardan istifadə edib jurnalistikamızın tarixini. Çünki günlərin bir günündə gec ola bilər. Əvvəl bu yaxınlara qədər, tutaq ki, 1991-ci ilə qədər Gürcüstanda Azərbaycanlıların sayı indikindən qat-qat çox idi. Amma 91-ci ildə Qamsaxurda kimi millətçi ünsürün gəlib hakimiyyətə urca olması oradan Azərbaycanlıların köçü ilə necə deyirlər, nəticələndi. Biz bu günlər oradakı Azərbaycanlıların mətbuat tarixinin əməlli başda öyrənməliyik. Sonra gec ola bilər. Gec ola bilər. Əhməd müəllim, siz bir neçə dəfə, yəni belə deyək də, müasir ruhlu, vahid Azərbaycan tarixi jurnalistikasının
Azərbaycan jurnalistikasının tarixi ilə bağlı kitabın olmasından danışdınız. Ümumiyyətlə tədqiqat niyə bizim müəllimlərimiz, xüsusən Bakı Universitetində niyə tədqiqatla məşğul olunurlar? Məsələ burasındadır ki, mənim yəni o məsuliyyəti niyə hiss eləmirlər? Dərslik məsələsi mən deməzdim ki, indi bizim ordaşların ona gücü çatmır. Çatır. Amma biz ağır yükün altına girmək istəmirik. Ağır yükün. Çünki orada Şir Məmməd müəllim vardı. Siz də tanıyardınız. Bəli. Allah rəhmət etsin. Yenilik ruhu ilə yaşayan bir insanıdır. Biz o vaxtı beynəlxalq münasibətlər, beynəlxalq jurnalistika kafedrasından biz jurnalistlər keçdik bura qarşında. Biz məsələ qoyduq ki, Azərbaycan jurnalistikası tarixi yazılsın, kitab, dərslik və Şir Məmməd bizlə razılaşdı və hətta plan da tutdu. Mövzu da payladı hər birimizə, cümlədən mənə də mövzu düşdü və mən o mövzunun öhdəsindən gəldim, hazırladım, amma ortalığa çıxardan olmadı. Ümumiyyətlə olmaz, məsələn, fakültə rəhbərliyi, universitet rəhbərliyi bir tələb kimi qoysa, dərslik olmadan dərs necə aparılır? Elə məsələ burasında dərslik olmasa, dərslik var da, nə yaxşı ki, gəlmirsən bu Aşif Aşırlı var idi, Azərbaycan mətbuat tarixi yazdı. Hətta mən də dedim, düzdür, başqaları da dedilər. Dedim ki, məsələn, bu Azərbaycan mətbuat tarixini yazmaq böyük bir institutun gördüyü işə bərabər də tutula bilər. Elmi Tədqiqat İnstitutunun gördüyü işə bərabər tutula bilər. Çünki mən yadımdadır, mən oxuduğum müddətlərdə kserokop eləyirdik, oradan buradan nə gün çəkirdiniz. Standart olaraq yenə bir nəticə olmurdu. İndi özü də bir məsələ var da, indi heç kimə sir deyil ki, bizim görkəmli şairlərimiz, yazıçılarımız, elə olub ki, bəzi əsərləri, ilk əsərləri Tiflisdə çap olunur. Məsələn, Səməd Vurğunun gənclərə xitab şeiri, ilk şeiri Yeni Fikir qəzetində çap olunur, Tiflisdə. Yeni Fikir qəzetində çap olunur. Səməd Vurğun kimi böyük ilk xalq şairinin ilk əsəri orada çap olunubsa, biz oraya diqqət yetirməliyik. Əlbəttə ki. Biz orada ona özdə çətin deyil. Hələlik adamlar var, sadəcə buna qayıtmaq olar. Mən də şəxsən məsələn mətbuat tarixindən bağlı çox şeylər yazmışam və yaza da bilərəm. Yenə də kiməsə istiqamət vermək olar. Bizdə elə məsələlər var ki, biz onun ardınca getmirik. Tiflis Əxbar qəzetinin birinci ömrəsini tapmamışıq. Saltykov Şedirin adına orada əl yazmaları institutu var. Ged orada sən tap ilə. Gürcə Abramişvili gedib və bir kitab yazıb. Gruzinskaya Periodika. Gürcü dilində nə qəzet çıxıbsa, hamısının neçə nömrə çıxıb və nələr çap olunub, hamısını bircə yazıb. Bizdən də bir nəfər gedəndə Leningrad Neva sahillərinə baxmaqdansa oraya cümmaq olardı. Daha maraqlıdır. Əhməd müəllim, ümumiyyətlə necə düşünürsünüz? Jurnalistikanın mövcud durumu, onun 4-cü hakimiyyət statusuna adekvatdırmı? Valla doğrusu belə deyim. Bizdə o vaxtı ilə də deyirlər. Mənim indi dəqiq yadımda deyil, kimsə Amerika Birləşmiş Ştatlarının prezidentlərindən biri deyib ki, dövlət qəzeti, hökumət qəzeti və yaxud da hökumətsiz qəzeti hansını seçmək dilemması qarşısında qalsam, mən deyərdim hökumətsiz qəzetin tərəfinə. Hökumətsiz qəzet, yəni müstəqil qəzetdir və heç bir şey, heç kimin sifarişini yerinə yetirmir. Siz saçınızı, belə deyək, jurnalistika yolunda ağartmışsınız və bu yöndə çox əziyyət çəkmişsiniz və biz verilişimizin sonuna yaxınlaşırıq. İstərəm ki, sonda bu jurnalistikanın dəyişən tələbləri fonunda gənc jurnalistlərə tövsiyələrinizi verəsiniz. Mən də Honore de Balzac kimi deyərdim ki, gənc jurnalistlərimiz, bizim Azərbaycan jurnalistləri yazdıqları hər bir informasiyada belə əvvəlcə Azərbaycanlı olsunlar, sonra jurnalist. Çünki bizim, nə deyirlər, səhvlərimizdən, xüsusilə jurnalistin səhvindən düşmən dərhal
öz məqsədləri üçün istifadə edə bilər. Və biz düşmən dəyirmanına heç cür su töyməməliyik. Düşünmələrinə və beynəlxalq təcrübədən bəhrələnməyə çağırardım. Beynəlxalq təcrübə ən yaxşı təcrübədir. Dünyada, jurnalistikada yalnız və yalnız 3 janr əsasdır. Birincisi, müsahibə. Müsahibə, sənlə bir yerdə oturub söhbət edirik. Bizim hazırki verilişimiz məsələn. Burada üzə deyilir hər şey, bu müsahibə. İkincisi, reportaj. Hadisə yerindən məsələnin işıqlandırılması. Üçüncüsü də xəbər. O qalan şeylər, o nə bilim mən resenziyadır, nə bilim filandır, bunlar artıq şeylərdir. Onların sadəcə olaraq ayrı-ayrı jurnalistlərin yanaşma imkanından asılıdır. Elə xəbərlə, elə reportaj yazmaq olar ki, hələ heç kəs 19-cu əsrdən reportaj verməyib. Çünki reportaj indi olmalıdır. Futbol indi gedir, oradan danışır, top indi Məmməddədir, Məmməddən Əhmədə getdi və elə xəbər. Ayrı şey yoxdur. Xəbər o zaman xəbərdir ki, onun ictimai tutumu olsun. İtin insanın tutması xəbər deyil, insanın tutması xəbərdir. İtin adamı dişləməsi bu təbii haldır, xəbər deyil. Əksi olanda isə bu amma xəbər. adamın canının dərdindən iti dişləməsi xəbərdir. Yəni, xəbər elə olmalıdır ki, ictimai tutum. Yoxsa elə bir xəbər kimə lazımdır? Heç kimə. İndi bizim qəzetlərə baxırsan, nə qədər boş-boş şeylərdir, nə qədər. Ona görə beynəlxalq standartlara uyğun olan janrda yazmaq lazımdır. Biz hər birimiz çalışmalıyıq ki, Azərbaycan jurnalistikası həmişə yüksək olsun. Mən bir məsələ ilə bağlı, bax, 44 günlük müharibə dövründə Azərbaycan jurnalistikasının dünya jurnalistikasından nə qədər fərqləndiyini mən gördüm, hiss elədim. Çünki orada bir dirijorluq vardı Respublika rəhbərliyi tərəfindən. İlham Əliyevin məsələn idarə eləməsi və jurnalistlərin də o səfərbərliyə lazımi səviyyədə cavab vermələri şəxsən məni heyran edirdi. Və mən sonralar Rus mətbuatını da və başqa ölkələrin mətbuatlarını da nəzərdən keçirəndə görürdüm ki, onlar heç belə gözləmirdilər. Onlar elə bilirdilər ki, arxasında Rusiya var, o biri var, bu biri var. Amma xalqı səfərbərliyə almaqda, xüsusilə jurnalistlərin qüvvəsindən bacarla istifadə etməkdə 44 günlük müharibə bir imtihan oldu. Can sağlığı arzu edirəm hamınıza, qoy üzümüzə gələn yükləyimiz mübarək olsun. Çox sağ olun. Hörmətli tamaşaçılar, daha bir verilişimizin sonuna gəldik. Həmid müəllimlə biz jurnalistikanın keçən 150 ilinə nəzər saldıq. Növbəti verilişlərimizdə görüşmək ümidilə.